Bir çox rayonlarda bilirsiniz ki, yas mərasimində eysan verilməsi artıq ləğv olunub. Çay, halva, şorqoğalı, yanında limonu, xurması, bəli, bunlar təklif olunur, masaya düzülür, amma eysan verilməsi tamamilə ləğv olunub. Mən bir neçə dəfə açıqlamalar vermişəm ki, hansı rayonlarda ləğv olunub. Birinci dəfə deyəsən, səhv etmirəmsə, Naxçıvanda, Culfada, Ordubadda və digər rayonlarda bu ləğvlərlə bağlı ağsaqqallar müsahibə verib. Amma indi Göygöl rayonu kəndlərində də, rayonun özündə də, kəndlərində də yas mərasimində məhz Göygöl rayonunda eysan verilməsi ləğv edilib. Xəbəri Axar.az xəbər verir ki, trenddə yerli sakinlər məlumat verib, bildirilib ki, ağsaqqalların ümumi qərarı ilə yas mərasimində təkcə çay süfrəsi açılır və dəbdəbəli yemək süfrəsi ləğv olunub. Yenə də deyirəm, artıq bir neçə rayonda artıq bu aktuallığını qüvvəyə mindirib. Təbii ki, bu yaxşı bir haldır. Çünki insanlar əziyyət çəkir, yaxınının doğmasını itirib, həm yemək verməlidir, həm yaxınının doğmasını dəfn etməlidir, həm də onun o ağrısını, itkisini, onun olmadığını yaşamalıdır da. O artıq yoxdur arada, aramızda yoxdur, amma biz düşünürük ki, insanlara yemək verməliyik, onları yola salanda elə etməliyik ki, onlar bizdən narazı getməsin, razı getsin. Təbii ki, çay süfrəsi kifayətdir.